Hava kəskin soyuyacaq, yağış yağacaq, temperatur xeyli düşəcək. Xəbərdarlıq edildi. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə dekabrın 13-ü gündüzdən 14-ü gündüzə qədər ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə inəcək. Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzə qədər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısa müddətli sel keçəcəyi bildirilir.